Allah Taalaya dua etməyə müvəffəq olmaq çox əzəmətli ibadətlərdən biridir. Bu xüsusda böyük İslam alimlərindən olan Şeyxülislam İbn Teymiyyə, Allah ona rəhmət eləsin, gözəl bir söz deyir. Deyir, Allah öz quluna xeyir istəyərsə, onun qəlbinə Allaha dua etməyi, Allahdan kömək istəməyi ilham edər. Və sonra bu birinci xeyri, Allahın verdiyi bu birinci xeyri, yəni Allahdan gələn ilham vasitəsilə qulun yerinə yetirdiyi, öz qüdrəti ilə və öz iradəsi ilə, istəyi ilə yerinə yetirdiyi bu xeyri Allah ikinci, başqa bir xeyrə səbəb edər. O isə qulun istəklərinə cavab verilməsi, qulun dualarına cavab verilməsidir. Allah onun qədərinə bunu yazar. Və beləcə ikisi də Allahdan gəldi. Birincisi, Allahdan gələn köməkliklə, Allahdan gələn ilhamla qul qalxdı, Allahdan kömək istədi, Allaha dua elədi, Allaha yalvarıb yaxardı. İkincisi də Allah onun dualarına cavab verdi. Və burada Allah Rəsulu sallallahu aleyhi və səlləmin gözəl bir hədisini mühümdür qeyd eləmək deyir. Qul dua etdikdə, dua etdim, duama cavab verilmədi deyənə dək Allah onun duasına cavab verər. Yəni, sən bezmək olmaz, bezikmə. Duanda davamlı ol, israrlı ol. Sən dua etdikcə Allah sənə savab verir, sənə mükafat verir, səni bəlalardan, şərlərdən qoruyur və sənin istədiyin də sənə verir. Əgər bu dünyada verməsə, öz bildiyi əzəli və əbədi elmi ilə ki, bu şey sənə xeyir deyilsə, onda onun mükafatını sən axirətə saxlayacaq. Yetər ki, sən duanda davamlı ol. Ona görə Ömər ibn-Xattab radiyallahu anh, o əzəmətli sahabə deyərdi ki, dua etməni ən çox maraqlandıran, dua etməyə cavab verilməsindən daha çox maraqlandıran dua etməyə müvəffəq olmağımdır. Çünki mən bilirəm ki, mən dua etsəm, Allah o duana cavab verəcək, Allah buna vəd verib. Yəni, dualara cavab verilməsindən daha çox məni maraqlandıran, məni düşündürən, mənim dua etməyə müvəffəq olmağımdır. Ona görə bu alimlər, İbn Teymiyyə və İbn Qayyim kimi böyük alimlər Allaha dua etməyi Allahdan gələn bir ilham olduğunu bildirmişlər. İlham isə odur ki, Allah Teala öz qulunun qəlbinə hansısa bir şeyi etsin və ya etməsin deyə bir iş atmasıdır. Allahdan öz quluna yardım olsun, yardım olaraq. Necə ki, Allah Quranda Fatihə surəsində deyir ki, möminlərin duası budur ki, İyyəkə nə'budu və iyyəkə nəstə'in. Biz yalnız səni ibadət edirik və yalnız səndən kömək istəyirik. Yəni, bu ibadətləri yerinə yetirməkdə də yalnız səndən kömək istəyirik. O köməkliklərdən də, Allahdan gələn köməkliklərindən də bir yollarından biri Allahın öz qullarının qəlbinə atdığı o ilhamdır. Öz mömin qullarının qəlbinə.